2025-ci il dövlətimiz üçün çoxsaylı uğurlu hadisələrlə yadda qalmış, xalqımız sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdı. Ölkəmizin bütün ərazisində geniş quruculuq işləri aparılmış, Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdu. Böyük Qayıdış proqramının uğurlu icrası sayəsində hazırda işğaldan azad edilmiş ərazilərdə 70 minə yaxın insan yaşayır, çalışır, təhsil alır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 8 avqust 2025-ci ildə Vaşinqtonda birgə bəyannamənin imzalanması, ölkəmizin qazandığı tarixi qələbənin təsdiqi, regionda daimi sülhün möhkəmləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun gücləndirilməsi istiqamətində mühüm tarixi nailiyyət olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi və suverenliyimizin bərpası münasibəti ilə ötən ilin konstitusiya və suverenliyi ilə elan edilməsi, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və hüquqi dövlət prinsiplərinin inkişafı baxımından xüsusi əhəmiyyət daşımışdı. 2025-ci il məhkəmə sistemi üçün də kifayət qədər məhsuldar və səmərəli olmuşdu. Ötən il ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və cəmiyyətdə məhkəmələrə inamın möhkəmləndirilməsi məqsədi ilə mühüm qanunvericilik və institusional islahatlar həyata keçirilmişdi. Məhkəmələrin yüksək hazırlıqlı kadrlarla komplektləşdirilməsi istiqamətində işlər davam etdirilərək, şəffaf qaydalar əsasında seçilmiş 83 nəfər yüksək hazırlıqlı hüquqşünasın hakim vəzifəsinə təyinatı həyata keçirilmiş, hakim korpusunun say tərkibi 676 hakimlə ilk dəfə özünün maksimal həddinə çatdırılmışdı. Bu rəqəmin 28,7%-ni qadın hakimlər təşkil etmişdi. Qeyd edilənlərlə yanaşı 50-yədək hakim yuxarı instansiya məhkəmələrinə, habelə müxtəlif inzibati vəzifələrə təyin edilmişlər. Qanunvericiliyə edilmiş son dəyişikliklərə uyğun olaraq vakant hakim vəzifələrinin namizədlərin seçilməsi qaydaları qəbul edilmiş və yeni qaydalara əsasən həyata keçirilən seçim prosesi sayəsində 2026-cı ildə hakimlərin sayının 700-ü ötəcəyi proqnozlaşdırılır ki, bu da iş yükünü optimallaşdırmaqla ədalət mühakiməsinin keyfiyyətinin yüksəlməsinə öz müsbət təsirini göstərmiş olacaqdır. Qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər əsasında Məhkəmə Hüquq Şurası tərəfindən beynəlxalq standartlara uyğun obyektiv və şəffaf meyarlar üzrə qiymətləndirməni nəzərdə tutan hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyası qəbul edilmiş və artıq 116 hakimin fəaliyyəti bu qaydalarla qiymətləndirilmişdir. Məhkəmə idarəçiliyinin müasir dövrün tələblərinə uyğunlaşdırılması sayəsində görülmüş işlər sırasına Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair yeni təlimatın, habelə SPEŞ standartlarına uyğun yeni statistik hesabat formalarının təsdiqini göstərmək olar. Ötən forumdan keçən dövr ərzində ədalət mühakiməsinin keyfiyyətinin artırılması, bu sayədə mövcud problemlərin aşkar olunaraq aradan qaldırılması istiqamətində də bir sıra mühüm işlər görülmüşdür. Ali Məhkəmənin təşəbbüsü ilə təsis edilmiş Femida Dialog platforması çərçivəsində vəkillərlə növbəti görüş keçirilmiş, məhkəmə sistemi ilə vəkillik institutu arasındakı aktual problemlərin həlli istiqamətində müzakirələr aparılmışdı. Ali Məhkəmə yanında Elmi Məsləhət Şurası öz fəaliyyətini davam etdirərək qəbul edilməsi nəzərdə tutulan mühüm təcrübi qərarların elmi nəzərə əsaslarının müzakirəsi aparılmışdı. Vahid məhkəmə təcrübəsinin formalaşdırılması, o cümlədən məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hüquqi məsələlərin həllində yanaşmanın sabitliyinin, habelə hüquqi mövqelərin proqnozlaşdırılan olmasının təmin edilməsi məqsədi ilə Ali Məhkəmə tərəfindən işlər davam etdirilmişdi. Əlavə və dəyişikliklərlə birgə 10 plenum qərarı, 2 kollegiya qərarı qəbul edilmiş və məhkəmə təcrübəsinin izah edilməsinə dair 4 hüquqi məsələ barədə icmal məktubu aşağı instansiya məhkəmələrinə göndərilmiş, habelə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına xidmət edən 45 iş üzrə yekun məhkəmə qərarına 3 ulduz statusu verilmişdi. Ötən il məhkəmə hüquq islahatlarının beynəlxalq aləmdə tərənnümü istiqamətində də həyata keçirilmiş çoxsaylı tədbirlərlə yadda qalmışdı. Bu tədbirlər sırasına Məhkəmə Hüquq Şurasının 20 illik yubileyi çərçivəsində müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə
məhkəmə idarəçiliyi sayəsində qlobal çağırışlar mövzusunda beynəlxalq konferansın təşkilini aid etmək olar. Xüsusən dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurasının 20 illik yubiley medalının təsis edilməsi məhkəmə sisteminə olan yüksək diqqətin təzahürü olmuşdu. 2025-ci ildə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq davam etdirilmiş və Bakıda məhkəmə şuraları sədrlərinin 3-cü iclası təşkil olunaraq təşkilata üzv ölkələrin məhkəmə şuraları şəbəkəsinin əsasnaməsi qəbul edilmişdi. Həyata keçirilən tədbirlər çərçivəsində Məhkəmə Hüquq Şurasının bir sıra ölkələrin məhkəmə şuraları ilə əməkdaşlığına dair anlaşma memorandumlarının imzalanması, hakimlərimizin beynəlxalq təcrübənin öyrənilməsi və təcrübə mübadiləsi proqramlarında iştirakına imkan vermişdi. Belə ki, məhz qurulmuş bu əməkdaşlıqlar sayəsində ötən il 83 hakim və 31 hakimliyə namizədimizin müxtəlif ölkələrə təlim səfərləri, habelə qardaş Türkiyə, Qırğızıstandan olan hakimlərin, Qazaxıstan Respublikasının hakimliyə namizədlərinin ölkəmizə təlim səfərləri təşkil edilmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər məhkəmə hüququ sahəsində, xüsusən hakimlərin müstəqilliklərinin təmin olunması istiqamətində həyata keçirilmiş islahatlar beynəlxalq hüquq ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdi. Dünyanın 93 ölkəsinin hakimlərini özündə birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyasının 2025-ci ildə 67-ci Baş Assambleyasının ölkəmizdə keçirilməsi bunun bariz nümunəsi olmuşdu. Bakıda 71 ölkədən 300-ə yaxın nümayəndənin, habelə ölkəmizin hüquq ictimaiyyətinin əksər hissəsinin iştirakı ilə yüksək səviyyədə təşkil olunmuş bu mötəbər tədbir Azərbaycanın beynəlxalq məhkəmə platformalarında artan rolunu bir daha nümayiş etdirmişdi. Ölkəmizdə konstitusiya və suverenlik ilinin elan olunması baxımından bir sıra tədbirlər keçirilmişdi. Bu tədbirlərdən xüsusilə Beynəlxalq Hakimlər Assosiasiyasının Baş Assambleyası çərçivəsində təşkil olunmuş məhkəmə hakimiyyəti və hakimiyyətin digər iki qol arasında münasibətlər mövzusunda beynəlxalq, habelə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində məhkəmə sisteminin inkişafının konstitusiya təminatı, müasir çağırışlar mövzusunda konferansları göstərmək olar. Ölkəmizdə həyata keçirilən bu islahatlar və yeniliklər hüquq sistemimizin təkmilləşdirilməsinə, ədalətin təmin olunmasına və vətəndaşların məhkəmələrə inamının gücləndirilməsinə xidmət edir. Bu baxımdan məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi, vətəndaşların məhkəmələrə inamının gücləndirilməsi və məhkəmə fəaliyyətinin yeni informasiya texnologiyalarının tətbiqi yolu ilə təkmilləşdirilməsi işləri bundan sonra da davam etdiriləcəkdir.